Bu cəmaatı bunlar incitməklə nə istəyirlər bu cəmaatdan? Məhsulu əkib becərənlər bax bir də qalıbdı qıraqda. Texnika vermirlər, qalıb qıraqda. Goranboy rayonu Qızılhacılı kənd sakini Eldar Musayev bu il əkdiyi məhsuldan xeyir götürə bilməyib. Deyir, ona verilən 3,4 hektar pay torpağında pambıq əkilməsi üçün aprel ayında Azərpambıq Aqrar Sənaye Kompleksinə müraciət edib. Lakin qurumun əməkdaşları texniki qaydalara əməl etmədiyi üçün məhsulun bir hissəsi səpilməyib, bir hissəsi isə çürüyüb. Pambıq təmizləmə qəbul məntəqəsi düzgün texnikadan istifadə eləmirlər, texnikanı vermirlər vaxtında, gəlib səpməyiblər. Ona görə də yubadıblar, pambıq bitməyib. Bax, bu da sahələr, burada pambıq yoxdur. Bax, bu illəri elə belə əkilməyib, hamısı alaqdır, pıtırqandır. Bu tərəfdə bax belə, unuca deyilir, nədir bu, qamış sahədir. Bax, burada pambıq deyilən şey yoxdur. Eldar Musayev ona dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edib. Onun sözlərinə görə artıq 6 ildir ki, ona verilən pay torpağının sənəddə göstərilən koordinatları da müəyyənləşdirilmir. Hara müraciət etsə də nəticə dəyişmir. Torpaq sahələri görsənən, bax, o kəndlə buranın arasında olan yer bu dəqiqə, heç kəsin yeri uyğundur. Bax, bu aşağıda, bu kəndi, bax, həmən gözlərdə. Bax, bu kəndlə buranın arasında olan torpaq sahələri heç biri sənədə uyğun bölünmüyor. Qızılhacılı kənd sakini tezliklə məhkəmənin qərar verəcəyini və ona dəymiş ziyanın ödəniləcəyini ümid edir. Səsləndirilən iddialarla bağlı müvafiq qurumların cavabını dərc etməyə hazırıq.